Stakan ölçüsü ilə deyim, yoxsa qramdan deyim? Qramdan deyirəm. Stakanla da olsa bilir ki, stakan 6 yumurta 220 qram peso, 6 xörək qaşığı 175 qram kraxmal. Hə, onu bayaları biskvit istəmişlər, ona görə Aysel yazdı. Qramla deyirəm, qızlar, stakan çalışın işləməyin, qramla qram, tərəzi ilə. Şirniyyat dəqiqliyi sevir. Bax, biskvit kimi eklər də elədir. Yatırım, yuxun şirin olsun. 100 millim su, 3 ədəd yumurta, yavaş-yavaş deyirəm ki, yaza biləsiniz. Bir də təkrar deyirəm, 100 millim su, 3 ədəd yumurta, 100 millim də süd, 1 çimdik havalıq üçün duz, 2 xörək qaşığı şəkər tozu, 125 qram kərə yağı, 1 stakan un. Yazdınız. %100 qram su, 100 qram süt. Bunları qazana tökürsünüz. Qazanda isinir. Oraya 125 qram kərə yağını da qatırsınız, əriyir. Sonra ora 1 stakan unu, yəni 200 qram unu əlavə edirsiniz. Qarışdırırsınız. Qarışdırdınız, həll elədiniz. Qazdan götürün, qoyun yerə. Çoxluca qarışdırın. Baxın, görün ki, həll olundu. Bir də təkrar qoyun qaza, qurudun. Görürsünüz, dibi ucu yapışmaq istəyir, qurudu. O zaman ucu götürün, hazırdır. Yerdə onu qarışdırın, birazca soysun, sonra bir yumurtaları əlavə edin. Görürsünüz ki, 3 yumurta da azlıq edirsə, 4-cü yumurtanın yarısını qatın. Burada nəyə görədir? Yumurtanın böyüklüyü, kiçikliyi önəmlidir. Çıqqılı yumurta olar, az olar, böyük yumurta olar, çox olar. Buna biraz diqqət edin. Torbada sıxırsınız, yoxsa boş yumru eləyirsiniz, qaşıqla tökürsünüz, artıq bu sizin seçiminizdir, sərbəst. Qoyursunuz bişməyə. 150 dərəcədə bişir, normal peçdə. Necə ki, biskviti 180 dərəcədə deyirəm, şəkəri buranı 100 deyirəm, bu da 150-də. Amma buna arxayın olub gedib peçinizə 150 dərəcə və ya 200 dərəcə qoymayın. Peçinizin dilini özünüz mütləq tapmalısınız. Adam var biskviti 180'de pişmir, 200'de pişir, adam var 120'de pişir. Bu o demek değil ki biskvit 180'de pişməməlidir. Peçinizin dilini özünüz tapmalısınız. Bu belə. Kremində deyim, amma əslində bu kremi sərbəstdir. Yəni bunu qaymaqla da edə bilərsiniz. Mən özüm qaymaqla edirəm, qaymağı daha çox yaraşdırıram buna, əslinə qalanda. Nəyə görə qaymağı daha çox yaraşdırıram? Çünki yüngüldür, marujna dadır qaymaq. Amma qaynadılmış ıskışonka ilə. Qaymağı yarım litr qaymağı çalın, bərkisin, sonra ora vanil, bir də 1 stəkanda, yəni 200 qram da qaynadılmış ıskışonka qatın, qarışdırın, içini soyuyandan sonra bu qaymaqla edəndə qaymaqlı dadlı olur. Üstündə istəyirsiniz şəkər pudrası edin, istəyirsiniz glazur edin.